قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, Allah Azze ve Celle'nin izni ilə Dərd və Dəva kitabının ardın keçiririk biiznillah. Deməli, şeyx burada gətirir ki, ondan sonra biz deməli, keçən dəfə nəyə keçdik? Duanın ədəblərin, hansı dualarla Allah Subhanahu dua edəndə Allah Subhanahu daha, yəni duaların icabət olması üçün ən böyük səbəblərdən biri duada, yəni israrlı olmaq və həmçində seçdiyin dualarda Allah Subhanahu yəni ad və sifətləri və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərində keçdiyi yəni formalarla dua edəndə dualar daha istəcəb olunur, yəni müstəcəb dualar olunur. Şeyx gətirir ki, burada bəzən olur ki, deyir, bəzən insanlar bəzi dualarla dua eləyirlər və bu dua yəni hər hansısa bir hadisə ilə bağlı olur və yaxud da ola bilər ki, bir insanın sıxıntı anında dua eləyir, onun duası qəbul olunur, lakin bundan sonra insanlar arasında belə bir anlam olur ki, bax, bu sözlərlə dua eləsən, sənin duan qəbul olar. Və el arasında da bu cür yayılır. Bax, misal üçün, belə yəni, kitab dilindən danışmasaq, yəni, şeyxin gətirdiyi hissə buna dəlalət edir, aydın sanatlar. Elə bir ki, bax, misal üçün, bir insanın başına bir müsibət gəlir. Bu insan da nə edir? Həmən o sıxıntıda olan vaxtı, çətinlikdə olan vaxtı gedir, misal üçün deyək ki, gedir, başlayır Allah Subhanahu müəyyən ləfslərlə dua eləməyə. Və yaxud da ola bilər bu geçsin qəbir üstünə. Və yaxud da özündən, yəni misal üçün ola bilər ki, insanlar arasında tanınmış bir pir olsun, seyyid olsun, məsəl üçün qəbir olsun. Və insan bunu deyir ki, məsəl üçün, gedir evə, evdən çıxır, gedir hansısa qəbirin yanına və yaxud da hansısa pirə və başlayır orada yalvararaq dua eləməyə. Ey Rəbbim, mənə yardım et. Ey Rəbbim, mənə yardım et. Və Allah Subhanahu bunun o yalvarışına icabət edir. Və insanlar arasında belə anlam əmələ gəlir ki, bax, filan kəs getdi pirə və ya filan kəs getdi qəbir üstünə, neynədir? Allaha orada yalvardı, deyənə Allah onu bağışladı. Halbuki Allah Azza və Cəllə qullarını daim hər yerdə və hər zaman eşidəndir. Və Allah Subhanahu bir çox yerdə də gəlir ki, yəni insanın sıxıntı vaxtında, darda olan vaxtda Allah Subhanahu qulunun dualarını qəbul edir. Və bəzən də ola bilir ki, şeyx gətirir burada, ola bilər insan xeyir əhlidir. Yəni, məsəl üçün, insanlar var. Yəni, ola bilər, misal üçün, insan ibadət eləmir. Amma görmüşsünüz də, var elə bir insanlar. Misal üçün, qonşuya, qohuma, qohumcanlı adam olur. O qədər yaxşı belə insan olur ki, daim çalışır insanlara əl tutsun, xeyrxalq işlər görməkdə. Bu fitri Allah Azza və Cəllə buna bir sevdirir. Belə bir insanların da yəni dualarının qəbul olunma səbəbləridir ki, insanlara yaxşılıq eləyəndə Allah Azza və Cəllə bu cür insanları sevir. Hətta o ibadət etməsə də belə, onun günahı özü ilə Rəbbi arasında olsa da belə, yəni onun bəzi xeyir əməlləri var. Bəzən də görürsən ki, Allah Subhanahu sonda bu cür insanları yəni neyniyir? Elə hədiyyə olaraq İslama yönəldir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabəsinə sual verəndə ki, ya Rasulallah, mən deyir, cahillik dövrəndə qohumluq əlaqələrini birləşdirirdim. Bu əməli sevirdim, deyir. Buna görə mənə əcr varmı? Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Sən elə, nə bilirsən? Allah subhanətələ səni elə o əməlinə görə İslama gətirir. Yəni Allah subhanətələ o əməli sevdiyinə görə sənə İslam hədiyyə edibdir.
Çünki İslam hədiyyəsi Allah Subhanahu taala həmd olsun ki, o hər adama verilən bir şey deyil. Ona görə də bəzən görürsən ki, bir insan aleykümselam. Ola bilər bir insan misal üçün ibadətləri olmasa belə Allahın qulları ilə müamiləsi yaxşıdır. Və bu insanın da başına bir hansısa bir müsibət gələndə nə edir? Bu adətən el adəti ilə nə edir? Deyir ki, dua eləməkdən ötəri pirə getmək lazımdır. Və yaxud da get filan salihin qəbrinə getmək lazımdır. Və gedir ora və bu sıxıntıda olan adam da necə ki Allah Azza və Cəllə Quranı Kərimə deyir ki, Əmmən yucibul muttarra izə də'ah, deyir ki, yəni çətinlikdə olana deyir, dua etdiyi zaman icabət edən kimdir? Və yəkşifus su'a, və ondan pisliyi uzaqlaşdıran, və yəcəalukum xulafəəl ardı, yer üzündə sizi xəlifə edən, yəni xələflər edən kimdir yəni? Yəni Allah Azza və Cəllə bu insan ki bildirir ki bizə, yəni insan darda olanda, sıxıntıda olanda, həmçində ondan hansısa pisliyi uzaqlaşdırması üçün yəni dua edəndə Allah Azza və Cəllə həmən onun duasını qəbul edir. Baxmayaraq ki, insan özü ola bilər ki, heç ibadət əhli olmasın. Lakin onun yalvarışlarına görə, Allah Subhanahu taalaya yalvarmağına görə Allah Subhanahu taala ona əta edir. Və şeyx gətirir ki, burada insanlar da bununla aldanırlar yəni. Aldanırlar ki, nədir? Yəni, bax, mən getdim filan pirə və mənim də duam orada qəbul olundu. Yəni, sənə də məsləhət görürəm ki, get ora, hətta bir ayinlər də ye, o sudan iç, nə bilim, qumlu sudan iç, başına tök, nə bilim, oradan belələ, filan şey sürt, sonra filan sözlərlə denən, onda Allah sənin duanı qəbul edəcək, bax, mən elə eləmişəm. Amma əlaqəni ondan həmən o sözlərlə, həmən o ayinlərlə elə bil ki, əlaqələndirir duasını, lakin düşünmür ki, Allah Subhanahu taala onun duasını qəbul etməsinə səbəbi onun sıxıntıda Allaha yalvarışıdır. Və yaxud da ola bilər ki, insanlara qarşı olan salih əməlidir. Çünki insan bundan, nədir? Bəzi insanlar da çoxları bununla aldanır. Və bəzən də olur ki, Allah Subhanahu taala bəzi insanların dualarını qəbul etməklə onlara istidrac verir. Yəni, nə edir? Allah Subhanahu taala onları əzaba sürükləyir onunla. Və bəzən də insanlar bunu bilmirlər. Elə bilirlər ki, onlara xeyir verilibdir. Baxın, bəzən insan gedir, istəyir pir olsun, istəyir qəbir olsun. Vallahi, yəni insan cəmaatın yəni halına baxanda bəzən baxırsan subhanallah. Yəni həqiqətən də dəhşətdir. Yəni Allah Subhanahu taala birinə övlad verir və yaxud da hansısa bir müsibətdən onu xilas eləyir. Yəni adam buradan qoyunu vurur qoltuğuna, basır gedir Gəncəyə. Və yaxud da Quba tərəfə, hansısa pirə. Ki mən ora gedəcəm. İnsan düşünmür ki, subhanallah. Yəni mən bəyəm zərər, yəni ziyan içində olanda, yəni misal üçün o sıxıntıda olanda Allah Subhanahu taala orada mı mənim səsimi eşitdi, mənim yəni bu sıxıntıdan qurtardı? Yəni harda dua elədin? Ya tutalım belə deyək ki, Bakıda nəzir deyir. İşim düzəlsə, gedib pirdə kəsəcəm, qurban kəsəcəm. Nəziri Bakıda deyir. Nəziri gedir orada kəsir. Niyə? Nəyə görə? Aleykümselam. Güya burada Allah Azza və Cəllə harda eşitdi sənin dualarını? Dediyini nəzrinə harda dedin? Harda eşitdi? Bunu eşidən Rəbb, onun duanı qəbul edən, sənin üçün asanlaşdıran Rəbb, bəyəm onu, yəni şükrünü də elə orada verməyinə qadir deyilmi? Yəni layiq deyilmi? Ona görə baxırsan insanların halına acınacaqlıdır. Yəni və bəzən də görsən insanlar bununla aldanır. Yəni istidrac nədir? Allah Subhanahu taala bəzən insana istədiyini verir, elədiyi duaları məqbul edir və bununla da həmən insanı əzaba sürükləyir. Ona görə İbn Seymur rahimehullah gözəl bir qayda gətirir. Deyir ki, bilin ki, əgər bir qul asiliklər üzərində Allah Subhanahu taalaya davamlı şəkildə asiliklər eləyirsə və onun ruzisi boldursa, güzaranı xoşdursa, heç bir əzab və xəstəlik ona üz vermirsə,
bilsin ki Allah Subhanahu taala onu asta-asta əzaba sürükləyir. Yəni insanın xeyir içində olub, yəni afiyət içindədir, canı sağlamdır, pul başından axır, əlini aratır, işləri yaxşı gedir, heç bir problemi yoxdur. Özü də davamiyyətli şəkildə Allaha asiliklər içərisində nə edir? Həyat sürür. Və bu insan bilməlidir ki, nədir? Buna istidrac deyir. İstidracdır. Nə deməkdir? Bu, Allah Subhanahu taala onu əzaba sürükləyir. Çünki Allah Subhanahu taala Quran-ı Kərimdə özü bu haqda ayədə xəbər verir ki, yəni o zaman ki onlar hədlərini aşırlar, kafir qövm, deyir, biz onlara yerlərin və göylərin ruzi qapılarını açdıq. Onunla deyir, başları ona qarışdığı zaman qəflətən biz onları neynədik? Əzabla yaxaladıq. Ona görə insan, müminin halı istidracdan qorxmalıdır. Əgər müsəlman ona hər hansı bir imtihanların gəlməməsini və özü də hər hansı bir asiliklər üzərində davamiyyətli yaşayırsa, insan qorxmalıdır. Ki, olar ki, Allah Subhanahu taala məni nədir? Qəflətən əzabla yaxalayar. Çünki möminə, necə ki İbn Hüseyn rahimehullah deyir ki, möminə üz verən ümumiyyətlə möminə üz verən bütün sıxıntılar, hətta ayağına batan tikan belə onun günahlarına nədir? Kəffarədir. Ona görə də baxın, bəzən Allah Subhanahu taala bu sözlər yəni hamısı İbn Hüseyn rahimehullahın dərsindən götürmüşəm. Öz sözlərim deyil. Ona görə İbn Hüseyn rahimehullah deyir ki, ona görə bəzən insanı Allah Subhanahu taala sevdiyinə görə onu bu dünyada əzablara mübtala edir. Canı ilə, malı ilə, övladı ilə. Nəyə görə? Çünki insana gələn müsibətlər onun günahlarını təmizləməsi üçündür. Allah Subhanahu taala istəyir ki, qulu bu dünyada təmizlənsin, yanına gəlsin. Çünki axirətin əzabı dünya ilə müqayisə olunası şey deyil. Yəni insan bu dünyada çəkdiyi əzabları yəni xəfif ötürə bilər əgər onun axirətlə müqayisə eləmiş olsan. Ona görə Allah Subhanahu taala bir quluna bu dünyada hər hansı bir sıxıntı, yəni məşəqqət, övlad itkisi və başqa şeylər göndərirsə, yəni onu Allahdan bir yəni Allahın onu alçatmasını yox, əslində onu nədir? Allah Subhanahu taalanın onu uzatması kimi qəbul etməlidir və bilməlidir ki, yəni həqiqətən də bu dünyada olan sıxıntılar axirətlə müqayisə olunacaq bir şey deyil yəni. Və necə ki İbn Teymiyyə rahimehullah gətirir ki, bəzən olur ki, insan deyir, gedir şirk və yaxud da asi olan və yaxud da haram olan dualar eləyir və onun duası da nədir? Duası da qəbul olunur. Lakin bunun deyir, misal nəyə bənzəyir? Onun misalı bir insanın deyir, neymətlərin verildiyi halda onunla aldanıb qəflətən əzaba sürüklənməsinə, yəni misalındakı kimidir. Və bəzən də insanlar deyir ki, necə ki İbn Qeym rahimehullah burada gətirir, deyir ki, dua, biz buna əvvəl gətirmişdik İbn Qeym rahimehullah, yenə də təkrar olaraq gətirir ki, deyir, ümumiyyətlə dua nədir? Dua silah yerindədir və ən güclü silahdır. Bax, qardaşlar, bu dərsləri keçəndə bəzən görsən ki, misal üçün, dərsə qulaq asırıq, amma dərsdən sonra da, misal üçün, ümumi suallara görsən ki, verilən suallara baxırsan, biz yenə də sanki məsələni hələm tuta bilmirik ki, bu kitab var, biz keçdiyimiz indi kitab var. Vallahi bu, həqiqətən də bizim üçün böyük bir rəhmətdir. Nəyə görə? Bu kitabda İbn Qeym rahimehullah bizə sıxıntılarımızın, problemlərimizin həll olunma yolunu göstərir. Və sonra da biz yenə də insanlara danışırıq ki, qardaş, mənim sıxıntım var. Mən neyniyim? Qardaş, dərs keçirik da, deyir sana neynəmək lazımdır. Prosta sadəcə olaraq biz bunu elə bir ki, gedək dərsdə oturaq, çıxaq, gələk kimi oturuq. Yəni, bu dərsin tətbiqlərini tətbiq eləmək lazımdır. Bax, misal üçün, qardaş, kiminsə sıxıntısı var, ailəsində problemi var, işi
İbn Qeym Rahimullah deyir da, deyir ki, dua müminin ən güclü silahıdır. Deyir, əgər silah güclü olsa, bax, saat deyir ki, silah güclü silahdır. Onun misli yoxdur. Dua güclü silahdır. Deməli, bu silahı atan və yaxud da qılıncdır, kəsici bir qılıncdır. Bunu bir tutan qol da lazımdır da. Düzdürmü? Və sonra onu dəqiq zərbə ilə vuran adam lazımdır. Əgər bu üç şey bir yerə cəm olarsa, artıq sən silahla məqsədinə çatmış olarsan. Əgər bu üç şeyin birində xələl olsa, insan deməli heç kəsi qınamasın, qardaş. Sən əgər işlərində yenə də darmadağınsansa, sənə yol göstərilir ki, qardaş, dua eləmək lazımdır. Və hansı dua müstəhəcəbdir? Sənə İbn Qeym Rahimullah bunu da deyir. Hansı vaxtlarda? Onu da dedi. Neynəmək lazımdır? Dedi ki, sərəqə çıxart. Bir insan misal üçün problemi var. Neynəməlidir? Evdə anası sağdır. Getsin anasına bir hədiyyə alsın. Yəni Allaha təvəssül eləsin. Yaxınlaşmaq üçün bir gözəl bir səbəb axtarsın. Və yaxud da getsin bir kasıbı sevindirsin. Nə bilim, bir yetim, kimsəsiz bir qohumunu tapsın, onu sevindirsin. Nəysə elə bir əməl fikirləşsin ki, Allaha onunla təvəssül etsin. Yəni Allahın xoşuna gəlsin o əməllə. Sonra neynəsin? Baxsın, görsün duanın icabət saatları hansılar idi? Keçdikdə onlar, düzdür, azanla iqamə arası, cümənin son vaxtları, cümə gününün minbərə çıxanda və bu azandan sonra namazda, axırıncı təşəhhüddə bunları keçdikdə bu momentlərdən istifadə eləməlidir. Gəldi, Allaha yaxınlaşdı, sədəqəsini çıxartdı, Allahın qullarına yaxşılıq elədi, gəldi, oturdu, Allah Subhanahu dua edir. Neynəmək lazımdır? Allah Subhanahu sevdiyi birinci Allahı tərifləməlidir. Allahı gözəl adları ilə, Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirməklə, sonra öz günahlarını etiraf etməklə və bu kimi şeylərlə Allah Subhanahu təvəssül edəndən sonra, yaxınlaşandan sonra, Allah Azza və Cəllə yəni öz ehtiyacını istəyəndən sonra İbn Qeym Rahimullah deyir ki, bu şeydə deyir, onun duası deyir, rədd olunmaz. Bu dua rədd olunmaz nə deməkdir, qardaş? Yəni, sənin istədiyin şeyi Allah Subhanahu həyata keçirecək. Əgər sənin üçün xeyirlisə sözsüz ki. Ona görə bəzən biz bunu genə də eşidirik və tərk edirik. Sonra genə də düşürük insanların canına, qardaş, mən neyniyim? Yəni, həqiqətən də elə bir ki, bax, insanlar var bu dərsləri oxumurlar, yoxdurlar bu dərslərlə. Biz buradayıq ki, qardaş, öyrənirik, istəyir canlıda, istəyir belə. Ona görə də nədir? Bu şeylərdən istifadə eləmək lazımdır, qardaşlar. Həyatda eşitdiyini tətbiq elə, onda imanının ləzzətini görəsən. Nə qədər ki, eşitdin, buradan buraxdın, getdi, o şeyləri heç vaxt həyatda ləzzətini tutmayasın. Bax, götür bu dərsi, get həyatında tətbiq elə. Onun ləzzətini gör, necə görəsən. Allah Subhanahu ilə rabitəni düzəl, başqa heç kəsi qınama. Necə ki, İbn Qeym Rahimullah deyir ki, əgər bu üç şeydən birində xələl olsa, dua getdi. Silah işləməyəcək. Dua var, güclü duadır, var. Tutan əldə problem var. Adam zəifdir duasında, içindən gəlmir. Rəğbət yoxdur duasında. Allah Subhanahu yalvarmır. Yəni, dənizdə batıb bir kötükdən yapışıb Allaha yalvaran insanla sənin duan eynidirmi? Necə ki, keçən dəfə İbn Qeym Rahimullah misal çəkdi. Elə deyil, yəni. Sən elə belə deyirsən. Sən o şeyləri hiss etməmsən ələm. Deməli, duada tutan əlin zəifdir sənin. Və bazı maniyələr var. Maniyələri də aradan qaldırmaq lazımdır. Sən ola bilər ki, vurdun qılıncı, getdi, dəydi dəmirə, qalxana. Təsir etməyəcək düşmənə. Maniyələri aradan qaldırmaq lazımdır. Nədir? Allah Subhanahu nəzər sal. Yaşadığın həyata bax. Gör hansı bir fəsadların var, maniyələrin var ki, duaların isabət eləmir. Nələrin var? Bəlkə haram yeyirsən. Bəlkə insanlar haqqında pisləndəsən, bəlkə qeybət eləyirsən. Hansı günahların var ki, onlar sənin duanı qabağını kəsir. Allah Subhanahu sənin elə duanı qəbul etmir ki, sən düşünəsən. Düşünəsən, görün mənim nələrim var. Əgər sən onları düşünmürsənsə, vallahi yüzlərlə insanların qapısına gedib yalvarsan belə, məsələnin həlli
heç vaxt düzəlməyəcək. Sənə zəlillikdən başqa heç nə hasıl olmayacaq. Ona görə də bir mömin bilməlidir ki, qardaşlar, ən həqiqətən də ən asan və qısa yol Allah Azza və Cəllə ilə öz aranda olan yoldur. Qalan hamısı yollar uzaqdır. Allah Subhanahu taala səni istəyəndən sonra vallahi hər şeyin xeyir qapısı ondadır. Göndərəcək vallahi ən gözəl və ən asan şeylər sənin alır. Amma görəsən ki, qardaş, Allahdan nə qədər uzaqsansa, bildiyin şey belə əlində çətinləşəcəkdir. Bax, bilirsən ha, mən ustayam deyib, ustasan, bunu düzəldərəm, nə var ki burada deyəsən, vallahi girəsən, çətinlik çəkəsən. Çünki Allah Azza və Cəllə ona sənin üçün asanlaşdırmayıb. Və ona görə insan nə etməlidir? Yəni bu dua məsələlərində mən dua eləyirəm da, bu kimi yanaşmamalıdır. Duaların qaydaları, Allah Subhanahu taala yaxınlaşmağın yollarını nə etməlidir? Fikirləşməlidir. Sonra gətirir ki, burada bəzi dualar var ki, bəzi insanlar var ümumiyyətlə deyirlər ki, yəni duaya nəyə ehtiyac var ki? Əgər Allah Subhanahu taala mənim qədərimdə yazıbdırsa, bu şeyin olması dua ona nə edəcək? Əgər yazmayıbdırsa, dua mənə nə edəcək ki, onun yəni mənə hasıl olması? Şeyx burada gətirir ki, yəni bu insanlar həqiqətən də yəni heyvandan da az düşüncəli insanlardır. Nəyə görə deyir heyvandan da az düşüncəli? Baxırsan, yəni bax aslandır, aslan olmağına güclü heyvandır da, düzdürmü? Heç görmüsən aslan gəlsin, otursun, yavaş-yavaş geçsin ceyranın üstünə ki, yazılıbdırsa yiyəcəm, yazılmırsa. Görsən, neyini səbəblərdən tutur, gizlənir, o kolun dalında, bu kolun dalında ki, hətta geçsin ovunu tutsun. Yəni, heyvan belə məsələlərdə səbəbləri bilir ki, səbəb mütləq lazımdır. Eləcə də dünya bir şeylərdə. İnsan övlad istəyirsə evlənməlidir. Otursun evdə, ailə qurmasın, desin ki, mən övlad istəyirəm. Elə bir şey var, adama deyərsən, dəlisən. Nətər olur ki, sən hər şey məsələlərdə səbəbləri tutursan, dua məsələsində deyirsən ki, qədərimdə var. Elə qədər, duanın özü də qədərdəndir. Hər şeyin bir səbəbi var. Ona görə İbn Qeym Rahimullah deyir ki, qədərlər, mualləq qədərlər var. Yəni, Allah Subhanahu taala onu mualləq eləyibdir, yəni əlaqəli eləyibdir. Qulum dua etsə olsun, dua etməsə olmasın. Yəni, sənin o duaya müvəffəq olmağın sözsüz ki, Allahdan da onun hamısı Allah Subhanahu taala əzəli elmi ilə bilirdi ki, sən dua edəsən, yoxsa etməyəsən. O onu qeyd eləyibdir. O onun bildiyidir. Sən isə burada seçim sahibisən. Seç görüm nə seçsən. Ona görə də Allah Subhanahu taala onu nə edibdir? Yəni aslı, mualləq, yəni aslı qədərlər var. Allah Subhanahu taala bu şeylərin hasil olmasını nə edibdir? Duaya bağlayıbdır. Qulun dua eləsə, yəni hasil, ondan o şey qaldırılsın. Yox, dua etməzsə, qoy ona nə olsun? Həmən şey isabət olunsun. Ona görə də insan nə etməlidir? Yəni duada həris olmalıdır, bilməlidir ki, yəni insanın dua etməsi, necə ki İbn Qeym Rahimullah kitabın əvvəlində də gətirmişdi ki, bəzi dualar var ki, insan dua edir, duasının gücünə görə gələn müsibət, hələm insana hasil olmayan bir müsibət, dua ondan ta qiyamətə qədər orada döyüşür. Ona görə insan dua eləməlidir. Dua eləyəndə xəstəliklərdən də sığınmalıdır. Vallahi insan, Allah Subhanahu, bu da mənim sözüm deyil, Allah qardaşa bərəkət versin. Bir qardaşımız o vaxtı bizim, yəni belə deyək ki, köhnə iş yerimizdə işləyən ədəbli, əxlaqlı bir qardaşdır. O vaxtda Abbakrın vaxtında tutatut vaxtı var idi. Saqqal qırxırdılar, insanları incdirdilər. Onda o qardaş deyirdi ki, əxilər, heç Allahdan isbalın üçün dua eləmirsən, heç saqqalın üçün Allaha dua eləmirsən, Allah qorusun onu. Yəni, insan hər şey Allahdan istəməlidir. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəsinə deyir ki, yəni, əqqablarınızın bağın belə Allahdan istəyir. İnsan hər şeydə zəlilliyini qoymalıdır ortağa. Saqqalının da sabit olması üçün, isbalının da, imanının da, səhhətinin də, övladının da, ailəsinin də sabitsiliyi üçün Allah Subhanahu yardım istəməlidir. Çünki Allahdan yardım gəlməsə, biz özümüzlə heç birimiz ayaqda qalası bir şey deyil. Ona görə insan hər bir şeydə Allahdan sabitlik istəməlidir, yardım istəməlidir.
Bu şeylərdə insan, yəni baxırsan, adam var, yəni həqiqətən dua eləmir. Valla bədbaxtçılıqdır bu. Yəni adam həftələrlə dua eləmir. Yəni bu bilsən nə deməkdir? Yəni insan aldanıbdır. Yəni sənin həqiqətən Allah Subhanahu ehtiyacın yoxdur. Sənin ümumiyyətlə Allah'a möhtaçlığın yoxdur. Yəni insan aldanıb. Ona görə də şeytanın insanın ən çox saldığı günahlar hansı qaplardan idi? Deməli deyirlər ki, şeyx gətirir dərsdə ki, ən çox insanı vurduğu qapı qəflətdir, qəzəbdir, bir də şəhvətdir. Bu üç şeydən üçündən birindən insan vurulur. Görürsən, bəzən qəzəblənir, düşür günaha, bəzən düşsən qəflətə düşür, dünyaya, ora-bura başlıq qarışır. Allah Subhanahu unudulur, Allahın hədləri unudulur və bəzən də görürsən ki, qəflətdə də deyir, şəhvətlə düşür. Nəfsi istəklərinə uyur gedir. Ona görə insan ayıq olmalıdır. Yəni insan ayıq olmalıdır ki, necə mən dua eləmirəm? Cümə gəlir, cümədə insan tərpənmir. İnsan dua eləmir. Yəni möhtac deyilsən, ya da sənin ehtiyacın yoxdur. Yəni bu həmən o şeyə girə bilər, istidraca. Hər şeyin var da deməlisən. Problemin də yoxdur. Allah'a da dua eləmirsən. Ola bilər ki, istidracdır sənin üçün bu. O hər şeyinin olmağı və probleminin də olmamağı. Və ona görə insan qardaşlar bu şeylərdə diqqətli olmalıdır. Ki Allah Subhanahu yəni duada istimrarlı olsun. Hətta neynəməsin, bu şeylərə onun, belə deyək ki, həyat tərzinə o cür həyat gəlib girməsin. Duasız həyat onun həyatına girməsin. Bu şeylərdə insan neynəməlidir? Yəni diqqətli olmalıdır. Və ümumiyyətlə, baxın, burada şeyx gətirir ki, Allah Azza və Cəllə, baxın, ayədə deyir ki, Udu'uni əstəcib ləkum. Deyir, mənə dua edin, mən sizin dualarınıza icabət edim. Və həmçində Allah Subhanahu başqa ayədə deyir, bu Qafir surəsindədir və başqa bir ayədə deyir ki, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ. Yəni, məni qullarım səndən soruşduğu zaman, mən onlara çox yaxınam. Demir, deginən. Deyir, mən çox yaxınam. Orada da deyini aradan çıxardır ki, ümumiyyətlə vəsilə olmasın. Mən onlara çox yaxınam. Ucibu da'vətə da'i izə da'an. Mən dua edənin dua etdiyi an duasını qəbul edirəm. Baxın, qardaş, yəni Allah Subhanahu bizə o qədər yaxındır, yəni. Dua etdiyi an duanı qəbul etməyə qadir olan Rəbb və sən bilirsən ki, o elə bir Rəbdir ki, səxavətlidir. O elə bir Rəbdir ki, yəni bəxş edəndir. Allah Subhanahu paxıllıq və bu kimi şeylər nədir? Yəni yaxınlaşdırası bir şeylər deyil. Allah Subhanahu hikmətlidir. Vermirsə hikmət sahibidir. Verirsə nədir? Əsla insan yenə də allanmamalıdır. Mütləq mən xeyr əhliyəm mənə verdi. Ona görə də insan bilməlidir ki, Allah Azza və Cəllə üçün yəni yoxdur, şeyi yoxdur. Allah Azza və Cəllə bir insan üçün xeyir istəsə, yəni bir qul üçün əgər o şey xeyirdirsə və Allah Azza və Cəlləyə həvalə eləmisənsə ki, ya Rab, bunu mənə xeyirdirsə ver, vallahi deyəm, bilginən ki, vermirsə vallahi xeyirdir sənin üçün. Vermirsə, sənin üçün xeyirdir. İnsan öz həyatına heç çoxlara qırağa getmək lazımdır. Öz həyatına baxsa, görəcəkdir ki, yəni nə qədər həyatında şeylər olubdur ki, baxırsan ki, insan nəticə ilə razı olmayıbdır və sonra görübdür ki, Subhanallah, Allah bunu versəydi nə olardı yəni? Bəzən görsən Allah sənin imanını qoruyur, bəzən görsən sənin övladını qoruyur,
Bəzən görürsən Allah Azza və Cəllə bununla sənin nəslini qoruyur. Ya insan bunları düşünmür, sən bilmirsən. Amma Allah Azza və Cəllə bunları qəşəng bilir. Həmçində İbn Məcənin Sünənində Əbu Hureyra radiyallahu anhunun hədisində gəlir ki, Allah Nebi sallallahu aleyhi ve sellem deyir ki, mən ləm yəsəlilləhə yəğdəb aleyhi. Kim Allahdan istəməzsə, Allah subhanətə Allah ona qəzəb eləyər, qəzəbi tutar. Və Allah subhanətə Allah xoşduyur, sevir ki, ondan neynəsinlər? Qul ondan istəsin. Deməli, əksinə insan Allah subhanətə Allah'ın istəməyəndə qəzəblənir Allah. Və bəzən insana müsibətlər göndərir ki, qulu ondan istəsin. Və insan yenə də gedir Allah'a qəzəbləndirir. Gedir düşür cəmaatın canına. Başlayır zəlilliyini yenə də insanlara bildirməyə. Buradan insanların qabağında zəlillik qazanır, oradan da nədir? Allahın qəzəbini qazanır. Ona görə də bilmək lazımdır ki, Allah subhanət haladan istəyəndə Rəbb sevir. Əksi də nədir? Allahdan istəməyəndə Allah subhanət hala qəzəblənir. Və həmçində sələflərdən belə bir söz gəlir ki, deyir ki, bütün deyir xeyirləri araşdırdım. Baxdım ki, deyir, namaz özlü-özlüyündə xeyirdir. Oruc, o da xeyirli bir şeydir. Və baxdım ki, bunların, bütün xeyirlərin axırda sonu hamısı ara gəlir çıxır. Hamısı gördüm ki, Allah subhanət halanın əlindədir. Və baxdım ki, deyir, Allah subhanət halanın əlində olanların da deyir, əldə etməyin yolu bir dənə nədir? Duadır. Ona görə baxdım ki, deyir, xeyirlərin deyir, ən xeyirlisi deyir, baxdım ibadətlərin içində deyir, nədir? Duadır deyir. Çünki deyir, namaz da yaxşıdır. Namaz qılarsan, xeyir hasıl olar, oruç tutma. Bunların yenə də hamısı Allahın əlindədir. Və sən misal üçün nəsə istəyirsən, o da Allahın əlindədir. Heç bir məxluqun əlində heç nə yoxdur. Sadəcə olaraq nədir? Baxırsan ki, bütün xeyirlər Allahın əlindədir. Görürsən, yəni mən buralarda niyə gəzməliyəm ki, o qapı, bu qapı? Əgər bir qapıdadırsa hər şey, onun da həlli dua iləndirsə, deməli, nə eləmək lazımdır? Allah subhanət halaya dua eləmək lazımdır. Və həmçində, qardaşlar, insan Allah subhanət halaya salih əməllərlə yaxınlaşmağı bacarmalıdır. Baxın, Qurana baxsaz, Quranı çox oxuyan insanlar görür ki, neçə yerdə gəlir. Vaqimus salat və ətuz zəkə. Namaz qılın, zəkat verin. Və biz keçən dəfəm əxlaq məsələsində də gəldik. Nədir? Əxlaqın neçə növün keçdik? 3 hansılar idi? Allahla olan əxlaqı, bəli. Rasulullah sallallahu aleyhi ve sellemə qarşı olan əxlaq, bəli. Məxluqatlar. Görürsən, məxluqatlara hər bir şeydə Allah subhanət hala məxluqlarına yer ayırıbdır. Düzdürmü? Mən Allahın məxluqatlarına və həmçində ümumiyyətcə dedik ki, bir insan hansı vəsfləri əldə edəndə tərifi nə idi? Əxlaqın tərif dediyi. Əxlaqın tərifi nə idi? Aysa. Bəzlül xeyl və kəffül əcə, bol-bol yaxşılıq etmək, əziyyətli şeyləri uzaqlaşdırmaq insanlardan və tələqətül vəcd və insanla daim nədir? Təbəssümlü olmasıdır. Yəni, insan Allahın qullarına yaxşılıq elədikcə nə əldə edir? Allahın razılığını əldə edir. Nəyə görə deyir ki, Şeyx Sədi Rəhəməllah deyir ki, niyə çox gəlir ki, əqimus salə və atuz zəkə. Namaz qılın, zəkat verin. Deyir, çünki namaz Allahın haqqıdır. Zəkat isə qullara çatdırır, onun haqqıdır. Daim Allah subhanət hala onları bir yerə gətirir ki, öz haqqı ilə qulların haqqını. Ona görə insan Allahın qullarına yaxşılıq etməklə nə edir? Allahın razılığını qazanır. Və bunlar təbəssüllərdir. Qardaşlar, ən yaxın Allaha təbəssül eləmək istəyirsiniz. Bax, çalışın. Hər kəs yəqin ki, salih övlad istəyir. Hər kəs istəyir ki, övladı salih olsun, ruzisi yaxşı olsun,
xoşbəxt olsun, problemləri olmasın. Ən qısa yol, qardaşlar. Çalışın, Allahın dininə yardım edin. Bax, birinizə bir yaxşılıq ilə olunsa, bir məxluq olaraq onu itirmərik də. Yəni, bir kişidən söhbət gedir də. İtirməz də onu, düzdürmü? Allah Azza və Cəllə ona olunan yaxşılıqlara əsla heç vaxt zay etməz. Əgər sən ixlasla Allah Subhanahu dininə yardım eləsən, ola bilər ki, Allah Azza və Cəllə sənə elə bir salih övlad versin ki, sənin edə bilmədiyin əməlləri o övlad sana qazandırsın. Ola bilər Allah Azza və Cəllə sənə bu şeylər var ha, bu salih övlad, nə bilim, o şeylər məktəblərlə olmur. O şeylər Allahın hədiyyəsidir. Necə ki, birlikdə Kəhf surəsində hasar uçanda altında qızıl var idi. Kimlərə çatmaydı? 2 dənə yetim uşağa. Nə dedi orada Allah Subhanahu taala? Xıdır aleyhissalamın, yəni deyir orada Musa aleyhissalama, və kənə əbuhumə salihə. Onların babaları salih kişiydi. Yəni bir kişi salih olarsa, Allahın dininə yardım eləyərsə, Allah Subhanahu məxluqlarına qarşı şəfqətli və rəhimli olarsa, insanlara yaxşılıq eləyərsə, inanın ki, Allah Subhanahu ona gözəl hədiyyə verər. Çünki Allah Subhanahu çox səxavətlidir. Ağlımıza gəlməyən bir səxavəti var Rəbbimizin. Biz onu dərk edə bilmirik. Niyə? Çünki Allah Subhanahu bütün adları və sifətləri kamildir. Yəni, kamil bilirsin nədir? Pikdir. Ondan ona heç nə yoxdur. Yəni, bir kəs əgər hədiyyə verməyə bacarırsa, sənə hədiyyə verəndə səni sevinirsənsə ondan, Allah hədiyyə verənlərin ən gözəlidir. Ondan o ana heç kəs ola bilməz. Heç kim ola bilməz. Allah Subhanahu əgər bəxş edəndirsə, kimsə nəsə verirsə, Allah onun ən uzasıdır. Əgər bir insan nəyisə dəyərləndirirsə, ədalətlidirsə, Allah adillərin adilidir, hikmətlidir. Ona görə də Allahı bu cür tanımaq lazımdır. Rəbbimizə bu cür ibadət eləmək lazımdır. Və bu cür Allahdan istəmək lazımdır. Və inşallah ki, bunun da inşallah nəticəsini insan görər. Və doğrusunu Allah bilir. İnşallah burada kifayətlənək. Allah Azza və Cəllədən istəyək ki, Rəbbim eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Subhanahu taala bizim üçün lehimizə etsin, əleyhimizə etməsin. Allah Azza və Cəllə bizi hər iki dünyada Allah Subhanahu taala bizi ucatsın. Övladlarımızı salihlərdən eləsin. Etdiyimiz xataları Allah Azza və Cəllə bağışlasın və həsənətlərlə əvəz eləsin. Allah Azza və Cəllədən sonda istəyirəm ki, Rəbbim hər birimizi müsəlman olaraq dünyamızı dəyişməyə nəsib eləsin. Subhanakallahumma rabbana və bihamdik və nəşhədu an la ilahə illə ənt nəstəğfirullah və nətubu ileyh. Amin və